Salam millət, hər vaxtınız xeyir. Bu günlər yenə də gəlmişəm Elnur Ustanın yanına. Bu günlər Qara Hondaya görə gəlmişəm. Qabaq nakladkalar dəyişəcək. Uzun vaxt olub. Hardasa bir 2 il bundan qabaq bəlkə dəyişmişdim. 2 ildən də çoxdur deyə düşünürəm. Ümumiyyətlə hibridlərdə tormuz az istifadə olunur. Nəyə görə az istifadə olunur? Hibrid sistemi olduğuna görə ayağını qazdan götürəndə maşın zaten özü, ruslar demişən, samatarmajina, yəni özünü tormuza eləyir. Enerji yığdığına görə. Ona görə də nakladka öyrəşən insan tənzimləyə bilir. Nakladka az istifadə olunur. Qabaq nakladkadır. Qabaq nakladkadan gəldik dəyişək. Apornular əslində yonulmalı idi. Ona vaxt yoxdur. Ona görə yonulmayacaq. Bir dənə göstərim sizə. Maşında da bəzi dəyişikliklər eləmişəm. İndi onları göstərəcəm. Yoldaşım sürdüyünə görə maşında disklər, güzgüdə dəyişikliklərini eləmişəm, rənglərini. Şimdi bir dənə sizə göstərim apornunun vəziyyətini. Deməli, apornum əslində yonulmalıdır. Sadəcə vaxt olmadığına görə tələsirəm, ona görə yondurmadım. Nakladka da ki, gördüyünüz kimi nakladka artıq sıfıra yaxınlaşıb. Demək olar ki, sıfırdır. Nakladkalar dəyişəcək. Nakladkalar dəyişəcək. Sadəcə önlər dəyişiləcək. Disklərin rəngini bu rəng eləmişik. Açıq pəmbə rəng. Güzgüdə. Burada qaranlıq olduğuna görə biraz maraqlıdır. Fərqli düşdü. Amma çöldə çıxanda göstərəcəm sizə. Burada biraz ağa oxşar oldu. Çox maraqlı bir şey haline gəldi. Ona görə onu şey elədik. Qaz 31'dir. İki dənə tək pasport. Ben maşının tək pasportunu verim. Maşında Allah çəkir olsun. Gedirsən də bin kodu axtarırsan, belə. Disklərin rəngini dəyişdik, güzgülərin rəngini dəyişdik. Salonu özüm filmsiz elədim. Maşında ümumiyyətlə sarı maşın gəldikdən sonra, sarı maşın götürdük, sonra maşında kosmetik işlər gördürdüm. Ön bufer çıxartdım, təmir elədim, rənglətdirdim. Çünki daş izləri vardı. Logoda disklərin rəngi olacaq. Burada nə qaldı? Bir də arxa bufer. Məndə arxa buferdə də problemlər var idi. Arxa buferdə təmir elədik, taxdıq. Belə göstərim sizə. Arxa buferdə burada qırıq var idi, ilişmişdi. Onu bərpa elədim. Daha sonra buferi ümumi olaraq rənglədim. Spoiler rəngləndi. Amma buna bax, bir tərəf qabaq qalxıb, arxa düşüb aşağı. Maşını belə indirsək çox qəşəng görünür deyə düşünürəm. Maraqlıdır. Bir barmaq kimi, bir barmaq məsafə var. Qabaq sağ tərəf qalxdığına görə arxa enib. Burada bir şey də göstərim. Burada Elnur Ustada təzə aparat gətirib. Apornuların yonulmasıdır. Necə bu düşür? Apornuların yonulmasıdır. Gördüyünüz kimi istəsəniz müraciət eləyə bilərsiniz. Elnur Ustanın nömrəsini videonun açıqlama bölməsində qoyacağım. Apornularınızı gəlib burada yondura bilərsiniz. Səhv eləmirəmsə 40-45 manatdır. Bir dənəsinin yolun. Bir dənə yoxsa düz. İndi Elnur Ustanı soruşum deyərəm. Elnur Usta buradadır, bir dəqiqə. Usta salam. Aleyküm salam. Bu haqda məlumat verirdim. Qiymət nədir yonulma? Elə bil o sökülüb yığılmaqla bir yerdə 40 manatdır. Bir dənə yoxsa cüt? Cüt. Cütü sökülüb, yığılıb və yonulması 40 manat. Heç nə, 40 manat. Allah xeyir versin. Sağ ol. Təzə aparatdır. Burada baxsan səliqəli olur. Təzə aparatdır, çiçək kimi çıxardır. Həm hamarlığı, həm belə. Tərtəmiz çıxardır. Belə, indi hal-hazırda nakladkamız gəlsin, taxaq. Sadəcə yenə deyirəm, vaxt olmadığına görə Elnur Usta israr elədi ki, aporunu yonaq, yonulmalıdır. Sadəcə vaxt yox, deyib yoxdur, tələsirəm. Gələn səfər, inşallah. Nakladkalar bağlansın, davam edərik. Gəlin sizə nakladkanı nətər yoxlamaq lazımdır, yüngül olaraq göstərim, bilməyənlər üçün. Bu nakladkanı aldım 30 manata. Nakladkanın yaxşı olduğunu necə bilmək olar? Götürürsünüz, sürtürsünüz bir-birinə. Baxın. Burada indi bilmirəm, orada toz düşmür, amma burada tozu var. Baxın, artıq üstündə qırıntılar var. Əlinizi də sürtəndə görürsünüz, rəngi çıxır. Bu toz, o diskdə işlədiksə, diskdə qara toz olur. Bu həmən tozdur.
Ən azından ilk etapda yoxlamaq üçün belə də buna da toz da çıxır, gördünüz. Bir-birinə sürtün. Görün, bir-birinə sürtükdə yeyilmə varsa, demək normal nakladkadır. Bu firma malıdır. Bunun orijinalı 150 manatdır. Bunu 30 manata aldım. Bundan qabaq da 45 manat qoymuşdum. Onda da problem olmamışdı. Yəni, bu qaydada rahat yoxlaya bilərsiniz. Sadə bir şeydir. Yəni, bu bir çox sürücülər bilir. İndi yeni olanlar olar, bilənlər olar. Yəni, belə də sürtəndə sadəcə toz da çıxır. Həmçinin əldə sürtəndə əldə qaraldır. Bunu da yaddaşda saxlayın. Kiçik bir məsləhət məndən sizə. Demək millət, dəyişdim nakladkaları. 30 manata aldım nakladkanı. 10 manata da dəyişmədi. Sonra deyirlər ki, Honda'nın zapsası bahadır. Təbii ki, 150 manata orijinal da var idi. Mən firma malı qoydum. Dedi, bu günə qədər şikayət eləyən olmayıbdı. Dəyişdi. İndi çıxdım Elnur Usta'nın yanından, gedirəm. Bir dənə indi gedim mola çıxacam, orada işıqlıq olacaq da. Orada sizə disklərin əsas rəngi orada ta yaxşı bilinəcək işıqlı olduğuna görə. Onu da sizlərə göstərəcəm. Birazdan çəkilişi davam edərəm. Biraz göstərim sizə diskin rəngini. Gördüyünüz kimi bu rəngdədir. Mat rəngdədir. Açıq pəmbə rəngidir. Qabaqda həmçinin güzgülər də həmçinin o qaydadadır. Bu da belə. İnşallah videoyu bəyənməyi, abunə olmağı unutmayın. Görüşərik yeni videolarda. Allah amanında. Hələlik.